Salam dostlar, hər vaxtınız xeyir. İndi düşünürsünüz ki, bu gözəllər bura bir araya niyə yığılıb? Çünki axşam çox bərk külək əsdi, yağış yağır. İnanırsınız dostlar, o qədər güclü belə külək əsdi. Böyük yağışlar düşdü ki, qorxumdan güllərimin hərəsini bir tərəfə yağmışam. Belə tez götürmüşəm ki, güllərim xarab olmasın. Çünki bir neçə il bundan qabaq bərk dolu yağdı, mənim güllərimi çox xarab elədi. Dəhşət günə qoydu. Ondan sonra elə gülüm var ki, heç özünü toparlaya bilmədi. Amma onun qorxusundan elə bir tez qaça-qaça heç bilmirəm ki, hara nə qoydum. Da elə əlimə gələni ora-bura tez daşıdım ki, heç bir yağış vurmasın. Qorxdum ki, dolu yağar. Allahdan dolu yağmadı. Amma elə bərk külək əsdi, həm də yağış yağdı. Allah'ın qəzəbi deyirəm mən. Allah özümüzə, hamımıza kömək olsun. Biz istəyənlərlə bir yerdə. İnanırsınız qızlar, dəli oldum gecə. İnanırsınız o qaranlıqda. Bilmədim bunları hara daşıyam, neyniyim. Hərəsin bir tərəfə də hara yaxın gəldi. Daşıyıb oraya yığmışam ki, xarab olmasın güllərim. Elə bir güllər açanda yağış yağır, həmişə güllərimi xarab eləyir. Biraz bu barədə gələyəm, Allah ağır getməsin. Həmişə güllərim açanda bir şey olanda ya külək əsər, ya dolu olar, ya yağış yağar. Yəni tək mənə görə deyil də, bu elə ümumiyyətcə təbiət hadisəsidir, hamı üçün olur. Amma yəni görürsünüz güllərimin, çiçəklərin hamısı sirkəliyib töküb yerə. Yolda açan sarı gülümdə demək olar ki, bir çoxun sirkələdi, hamısı töküldü. Bir nə bilək, nə deyəyim, Allah'ın işi. Allah qəfil qəzalardan, bəzalardan saxlasın. Amma yəni, mənim dünən axşam belə bu güllərimlə böyük imtihanım olubdur. Belə bir qismini də evə yığmışam. Yəni çox küləkli yerdir deyə bu nazik olanları, belə yumuşaq yarpaqlı olanları da belə girəcəyimizə təkrar qoymuşam. Yəni bunlar tez xarab olmağa meyillidir deyə bunları belə girəcəkdə saxlamışam. Bu gözəlimi də içəri getmişəm. Yəni çox həssas olanları içəri qoydum. İndi təkrar bir də bunların hamısını daşıyıb mən həyətə yığmalıyam. Qabaqki yerlərinə yığmalıyam ki, bunlar gün işığı görsün. Biraz elə axşam bizi külək yorubdu. Belə hayfım gəldi, istəmədim çöldə duralar. Çünki görürsünüz, əl vuran kimi belə tökülür. O qədər, hələ bu axşamki o hadisədə bu çöldə olsaydı, bunların heç biri əldə olmayacaqdı. Yəni hamısı xarab olacaqdı. Ona görə də bunları içəri gətirdim. Görürsünüz, hələ ona baxmayaraq yenə də tökülənlər var. Belə bu gözəlimi də içəri gətirmişəm. Bir də bu gözəllərimi də içəri gətirdim. Girəcəyə pəncələrin önünə qoydum. Dedim ki, bunlar bari içəridə dursun. Çünki bunlar tez tökülməyə meyillidir, bunların ləçəkləri. Ona görə bunları içəri gətirmişəm. Dedim ki, bunlar qorunaqlı yerdə olsunlar. Bir də bu gözəlimi gətirmişəm içəri. Şimdi biraz işlərimi həll edeyim. Ondan sonra bunları yenə qaytarıb həminki yerlərinə yığacağım. Evdə də qəşəng görünürlər, amma belə vaxtları. Amma bunlar indi evdə dursa, hamısı tamam saralar, xarab olar. Bunu da gətirib bura qoymuşam. Bunların da hamısını çəkmişəm tamam bu hissələrə. Yağışın qorxusundan hərəsini bir yerə yığmışam. İndiki günə baxın amma dostlar. Qurban olum Allah'a. Bunları da yenə bura yığdım. Biraz kənarlaşdırıb orta hissədən qoymuşam. Bu arada mənim bu qara gələnim də açıqdır artıq. Qara deyəndə tünd bardağı bu.
açıqdır. Bu da qırmızıların. Belə hamısını bir araya yığmışam. Dedim. Bir araya da yığmışkən sizə video çəkim. Biraz gün ışığı qoymur tam çəkməyə. Belə çəkim. Bunu yağışın altına qoymaq olar heç. Bu da mənim kalanşım artıq açır. Artıqdır açmağı. Güzəllərim. Bu da askıda olanlarımı da belə yendirmişəm. Stolun üstə qoymuşam. İnanırsınız dostlar, hər yer qarışıq bir-birinə. Hər yan toz, torpaq, hər yan zivzibi elində. Bunların hamısını mən təkrar üstün yuyub, saxsalarının üstün yuyub, su verib təkrar yerinə yığmalıyam. Bəzi işim bugün çoxdur. İç-içi açan qərənfil kimidir, belə iç-içi açır. Al qırmızı renkli, qəşəng renkli. Və bu kalanşonda ikisini bir araya əymişəm. Belə həm topatlıqla əymişəm, həm də iç-içə. Belə əlimə nə gəlibsə əymişəm bir qava. İndi ikisi də birdən belə çiçək açıblar. Və bu mənim gözəl əzan çiçəyimdə artıq ikinci çiçəyində açır. Çox qəşəngdir. Belə üstünə qarışqa gəlib, bilmirəm niyə gəlibdir, amma qəşəngdir. İkisi də qəşəng açıbdılar. Yaxşılar, buradakiləri də belə götürmüşəm. Qaytarıb indi təkrar yerə yığacam. Bu mənim begonvilim dostlarım. Bunlar niyəsə yarpaqlamadı. Bilmirəm ki, bu niyə yarpaqlamadı. O gün gətirib belə başından qırdım. Dedim ki, bu görüm pöhrəliyər. Nəsə pöhrələmədi bu. Bilmirəm ki, niyə belə oldu. Qurudu mu, yoxsa nəsə heç olmadı bu begonvilim. Bu gözəllərim də burada. Bir də mənim heç çəkmədiyim bu gülüm var. Təzəymişdim bunu. Heç bunu mən çəkməmişəm sizin üçün. Bunu da bir budaq belə xalamdan alıb gətirmişdim. Elə əkmişəm, yəqin ki, bitifdir. Bura gələndən sonra çiçəkləri, düyməsi var idi. Yəqin ki, bu bitif artıq. Bu da rozalarımdır. Keçən ilki videolarımda var. Bunu budamışdım. Belə qəşəng. Görürsünüz nə gözəl pöhrələr veribdi. Budamışam bunları belə təzə-təzə budaqlar çıxartmağa başlayır. Bunu budamasan xarab olur. Gərək budayasan ki, özün toparlaya bilər. Daha qəşəng gür çıxar. Görürsünüz nə qədər zoğlar çıxıbdı. Qəşəngdir bu da. Və belə dostlar, təkrar qayıtdım bura. Burada indi başlayıram mən. Görürsünüz artıq bəzilərini üstün yumuşam, qablarım çox pis günə qalıbdı. Hamısı. İndi bu ikisini yumuşam. Biraz əlimdə düyü həlimi var. Həlimi deyərkən, yəni suyu. Belə ağ sudur. Bunu düyü pişirirdim dünənlərim. Onu 3 saat qabaqdan duzsuz isladırıq da, düyü biraz şişsin deyə, ilıq su ilə. Onun hamısının kirli suyunu, bax belə, elə bil qava yığıram. Duz tökmürəm amma, yəni duz olmaz. Sonra onu qava töküm ki, biraz şəffaf görükə. Yəni belə olur da, çox da qalın həlim vermək olmaz. Kirli suyudur bu, düyünün kirli suyudur. Yəni çox da tünd vermək olmaz da, xarab eləyər güllərimizi. Bax, belə seyrəldirəm bu qabda. İndi bunların qabını yuduqca, bax belə, bu gülümə verməmişdim də. Keçən dəfə verəndə bu gülümə verməmişdim. Bax, belə bunlara bu səfər də bundan verirəm. Bax, indi belə tökdüm bundan bunun dibinə. İndi bu ona bəlkə də az oldu. Biraz da bundan burasından verim. Yəni vermədiklərimə də bu düyü həlimindən verirəm. Hamısına bundan dadımlıq verəcəm. Yəni belə şeylər verirəm. Demişdim sizə ki, verdikcə sizin üçün də çəkəcəm. Ona görə də elə dedim videoda elə bunu da eləyim. Belə dostlarım, sizə də bunu göstərmək istədim ki,
Yani bunu da verebilirsiniz. Böyle dostlar, bunların hamısına da yine eyni qaydayla verdim. Hamısına vermədiklərimə də təkrar bundan verdim. Ve buradan da sizinle sağollaşıram. Yeni videolarda görüşənə dək əziz dostlarım. Allah'a emanet olun.